Baxın bu qəbristanlığa zəhmət olmasa Rusiyada. Великого геополитика. 2002 года рождения парень. 23 года. Ой-ой-ой-ой-ой. Да що ти, ой-ой-ой. Вот. Молодые. Там вон и другие страны какие-то есть. М? Ну, флаги, видишь, разные. Да. Разные. Разные. Придумал геополитик. Ой-ой-ой-ой-ой. Целая аллея. Ucu-bucağı yoxdur 26-й qəbristan. год у власти. Надо посмотреть хоть, кто там. Bax, belə qəbristanlıqlardır. Ölkə qəbristanlıqlardan ibarət olacaq. Ölənlərin sayı hesabı yoxdur. Və görürsünüz, baxın, baxın. Вот так. Сколько тут народу. Сколько тут людей. Ой, сколько Миллионное людей. слово. Людей. Не людей. Baxın, görürsünüz, deyir, ucu bucağı yoxdur, deyir qəbristanlıq. Düzdür, o çəkən deyir ki, ala bu neçə, elə bu deyir də, deyir. Orada Putin adını çəkmir, amma Putinə deyir bütün o sözləri. O veliki de geostrateg. Geostrateg, böyük strateg deyir. O, bax, məhv edir. Anaların evladlarını və analar da görürsünüz orada necə yumuşa deyir, oy, orada deyir, hansısa başqa ölkənin də bayraqları var. Düz deyir, var. Düz indi burada görünən bayraqlar ölkə bayraqları deyir. Onlar ölkə bayrağını hansısa bir təşkilatın bayrağına fərqləndirə bilmirlər. O hansısa ordu hissəsinin bayrağı da orada, başqa ölkənin bayrağı da orada. Amma mən bilirəm orada Qazaq bayrağı da var. Dərinə getsən bizim də bayrağı bəlkə taparsan, təəssüf ki, orada. Orada cürbəcür, mən otaqda baş orada vardı, gidib ölüb qalıb orada da. Hə? Pulsun? Yoxsa bizi işğal edən, bizim başımızı kəsən, torpağımızı işğal edib, bizi aşağılayan və bizim dövlətimizi parça-parça edib, bütün tariximizi məhv edən, adımızı pozan üçün gedib vuruşursan, taxta baş. Hə? Dediklərim hamısı faktdır tarixdə. Onun üçün sizə taxtabaş deyilər, gözü ilə görən də, gözü ilə görəndir də, bunun başqa adı yoxdur ki. Görün, qəbristanlığa çevrilir ölkə. Bir tərəfdən də mən bir insan kimi, bir ata kimi də, amma bu, yaxşı, başa düşdük də indi, beynindən zəifdir, çumodur, 50 dənə söz demək olardı, amma bu adam da ölüb də. Niyə ölsün bu insanlar axı? Nə baş verir? Nə baş verir axı? Nəyə nail olmaq istəyir? Ukraynanı ala bilməyəcəksən. Amma nail olmaq istədiyin məqam odur ki, Ukraynanı alıb keçsin bizim üzərimizə. Qazaxıstanın üzərinə, Latviya, Litva, yəni buranı məhv etsin və bu dəfə bizə qarşı intiqamla gələcək. Alınmayacaq. Mümkün deyil. Belə qəbristanlığa çevriləcək. Amma bunu demək, bax bunu təbliğ etmək, bunu anlatmaq, taxta başlara yeritmək üçün hansısa böyük bir mətbuat orqanı lazımdır. Xeyr, insanlıq lazımdır. Sadəcə bir insanlıq. İndi mən sizə bir şey də deyim. Yaxşı, bu anaların orada evladları ölür, nənələrin orada nəvələri ölür, düzdür. Və bunlar görəsən, necə bunları stressdən xilas eləyirlər, necə bunların önünü saxlayırlar? Çünki biz elə düşünürdük ki, mən yox şəxsən, mən elə düşünürdük, biz deyirəm, ətrafında olan dostlarım da elə düşünürlər ki, Kamran, görəcəksən orada öləndən sonra, yadınızdadır, o vaxt Çeçenistanı məhv edəndə, Çeçen evladlarının başına 7 tonluq bombanı atanlar, qızlarını orada zorlayanda filan da, indi Çeçenlər gedib bunlar üçün. Çeçenlər yox, Kadırovçular təbii ki gedib. Çeçen xalqı kəndiri bizim dostumuzdur, igid bir xalqdır, onun igid evladları da var və düz düşünən, öz vətəninin, öz millətinin qeydini və intiqamını da başa düşən insanlarımız, Çeçen insanlarımız, mən onları yenə deyirəm, soydaşlarımız sayıram, bizim qardaşlarımız sayıram onları. Az deyil və çoxluqdadırlar onlar. Amma indi orada həmən Rusiya xidmət eləyən, Rus imperiyasına xidmət eləyən satqınlar var və onları öldürəndə o Rus orada əskərlərin anaları
Komite yaratmışdılar, küçəyə çıxırdılar ki, biz axı niyə evladlarımızı göndərək sənə görə getsin ölsün axı? Niyə üçün axı? Mən bunu böyütmüşəm. Bu 22 yaşı var, mən istəyirəm evlənsin. Nəsə onun gələcəyi olsun. Baxım ona bir fəxr deyim, o da bir ailə qursun. O bir insan kimi yaşasın. Axı nə üçün bataqlığın içində, çirkabın içində, üfunətin içində yaşamağa az deyilmiş, elə gedib orada da ölsün. Sənin milyardlar var, sənin orada imperiya düşüncəvə görə.